Xeyir olsun əziz YouTube, Instagram, TikTok izləyicilərimiz. Bu günlərim sizə gördüyünüz kimi quzu yunu olan ədyallarımız haqqında məlumat verəcəyik. Məhsulumuz tək ölçüdədir, yəni 2 nəfərlikdən ibarətdir, tək nəfərliyi yoxdur. Məhsulumuz quzu yunu 100% keyfiyyətli, təmiz. Paltar yuyan maşında rahatçılıqla yuyulacaq dərəcədə mükəmməl, ideal. Ölçüsü 2 metr 20 santının 2 metr 40 santiyadır. Bəzi o dırnaqarası həmkərlərimiz kimi məhsullarımız da 2 üzdən ibarətdir. Gördüyünüz kimi bir üzü sadə bej rəngdən hazırlanmış, digər bir üzü məhsulumuzun salat rəngdən hazırlanmışdır. İkinci rəngimiz məhsullarımızın gördüyümüz kimi tünd seri belə bir gözəl rəng fonu da mövcuddur ünvanımızda. Bu məhsulumuz da eyni halda ölçüsü 2.20'nin 2.40'adır. Roz rəngi mövcuddur məhsulumuzun. Taxtımızın üzərində pakraval kimi də istifadə edə biləcəyimiz və üstümüzə atıb yata biləcəyimiz keyfiyyətə malik olan bir məhsuldur. Məhsullarımızı günlük və cehizlik evlərimizdə istifadə üçün rahat əldə edə bilərik. Ünvanımız Sədərək Ticarət Mərkəzi, Şirinyat Bazarı, sıra 17, mağaza 61'dir. Qeyd edim ki, məhsulumuzun qiyməti oktyabr ayının 25'ine qədər tək qiymətdə nəzərdə tutulubdur. Qeyd edəcəm, videonun sonuna qədər izləyib kanala abunə olmağı unutmursunuz. 18 oktyabr ölkənin müstəqillik günü və eyni halda Mən Zəkanın doğum gününə həsr etdiyim endirim kampaniyası ilə yaxınlaşıb məhsulumuzun 2 nəfərliyini 70 manata əldə edə bilərsiniz. Məhsulumuzun çəkisi 4 kilo çəkidən ibarətdir. Qalınlıq və sıxlıq idealdır. Vurğuladığımız kimi toxunuş çox mükəmməl, çox ideal və tam fərqli ideal bed brendinə məxsus olan məhsuldur. Qeyd edim ki, firmamız fərqli, malımızın deseni fərqli, ölçüsü fərqli, keyfiyyəti fərqli olan bir məhsuldur. Bir daha qeyd edirəm, 2.20'nin 2.40'a olan məhsullarımızın 5 fərqli rəng tonunda yalnız cüt nəfərliyini 70 manatla ünvanımızdan əldə edə bilərsiniz. Bu gözəl avranı, bu gözəl gözəlliyi yalnız Zəka Tekstil mağazalar şəbəkəsindən əldə edə bilərsiniz. Bir daha ünvanımız Ticarət Mərkəzi, Şirinyat Bazarı, sıra 17, mağaza 61'dir. Bu videonu sona qədər izlədiyiniz üçün təşəkkürlərim var. Sağ olun, var olun.